Salam değerli izleyiciler. Azərbaycanda məmur qadına görə öldürülüb. Hadisə Suraxanı rayonunda baş verib. Hava nəqliyyatında Baş Kömürü İdarəsinin əməkdaşı, sözügedən rayonun sakini Ayxan Mustafayevin qətlə yetirməsinin təfərrüatı məlum olub və Telegraf Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, Ayxan Mustafayev 17 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb. Hadisə Suraxanıda Ayxan Mustafayevə məxsus mağazanın qarşısında baş verib. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada Mustafayevi bıçaqlayıb. Hazırda işlə bağlı istintaq Suraxanı rayon prokurorluğu tərəfindən aparılır. Qeyd edək ki, hadisə oktyabrın 11-də baş verib. Əmircan qəsəbəsində Dövlət Gömrük Komitəsinin hava nəqliyyatında Baş Kömürü İdarəsinin əməkdaşı Ayxan Fəxrəddinoğlu Mustafayev qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Xəlilov saxlanılıb. 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddinoğlu Mustafayev kəsilmiş, deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.